Dostlar salam. Kompresorumuz. Kutudan çıxardım, tanış edeyim sizinlə. Filtrlər. Nem keçməmək üçün filtrləri. Burada ne var? Burada hiçbir şey yok. Bu da bizim kompresorumuz. Şimdi bunu buradan çıxarım, ondan sonra videoya devam. Deməli çıxartdım bunu kutusundan. Tuxing firması. Belə qəşəng, möhtəşəm bir kompresor. Burada soyutma pərdə var. Yağ tökəndən sonra ağzı. Buradan yağın göstərir. İçində birazca da yağ var dibində. Zavatskoy öz yağı. Buradan asılır, yağı tökülür. Sonra bu bağlanır onun yerinə. Bu bunun şlankı. Bu soyutma şlankları. Bu bunun kabeli. Sonra burada var sənlikləri falan, proklatkası. Əlavə. Burada əlavə sənlikləri var. Hərəsindən indi yəqin ki 2 komplekt olar. Sonra burada bunun filtri yağlıdır. Filtr. Bu da bunun soyutma sisteminin motoru olmalıdır. Buna da baxaq. Bu da soyutma sisteminin motoru. Bu motorla da soyutma sistemi həyata keçir. Şlankın biri bura qoşulur, digəri bura qoşulur. Su buradan girir, buradan soyudur, buradan çıxır. Belə. Bir tərəfini də göstəreyim, bu bir tərəfi də belədir. Buradan da vitləri var.